Hər vaxtınız xeyir olsun Çinarə. Sizin də vurğuladığınız kimi geosiyasi vəziyyət, geosiyasi arenada hökm sürən gərginlik elə birbaşa turizm sektoruna təsir göstərir və ölkəmizə gələn turistlərin sayında azalma müşahidə edilsə də tur paketlərin qiymətində artım var və bu vəziyyət elə birbaşa turizm sektorunda böhrana səbəb ola bilər. Səbəblər nələrdir və elə sual da vurğuladınız ki, hansı istiqamətlərə səfər etmək indiki məqamda daha əlverişli hesab olunur? Bununla bağlı detallara hazırda qonağım turizm eksperti Xəzri Rəhimov vasitəsilə əldə edəcəyik. Xoş görək Xəzri bəy. Buyurun, detalları sizdən eşidək. Təbii ki, regiondakı geosiyasi vəziyyət turist axınına çox böyük təsiri var. Qeyri-stabil geosiyasi vəziyyətlə bağlı bizim qonşu ölkələrdə hava məkanının bağlı olması, bununla yanaşı Ormuz boğazındakı gərginlik, bildiyiniz kimi Ormuz boğazından dünya neft ixracatının 20% ixrac olunur. Enerji daşıyıcılarının qiymətlərinə bu hamısı təsir göstərir. Enerji daşıyıcılarının qiymətinin artması səyahət paketlərinin tərkib hissəsi olan logistikanın qiymətlərinə mənfi təsir göstərir. Yəni ki, qiymətlər qalxır. Bununla bağlı səyahətçilərin sayı təbii ki, azalma gedir. Əsasən hansı istiqamətlərdə səfər etmək, tur paket almaq daha əlverişli hesab oluna bilər indiki məqamda? İndiki məqamda, misal üçün, mən tövsiyə edərdim Azərbaycan vətəndaşlarına, bizim Azərbaycan regionlarını, sonra bildiyiniz kimi dəmir yolunun açılması bizim Gürcüstan, qonşu Gürcüstana səyahətlərimizi xeyli asanlaşdırdı. Mən tövsiyə edərdim bizim Azərbaycan regionların və dəmir yolundan istifadə etmələrini. Bununla bağlı biz gözləyirik low-costerların açılmasını, yəni kiçik büdcəli aviaşirkətlərin Azərbaycanda açılmasını gözləyirik. Orada da yəni bizim vətəndaşlar faydalana bilər o qiymətlərindən. Bəs bu gərginlik nə vaxta qədər hökm sürə bilər? Turizm sektorundakı bu durğunluq, yəni dinamik dəyişikliyi biz nə vaxt müşahidə edəcəyik? Mən düşünürəm bu ilin sonuna kimi davam edəcək. Çünki orada vəziyyəti bilirsiniz, qeyri-müəyyəndir hələlik. Ona görə gözləmək olar ki, ilin sonuna qədər bu yüksək qiymətlər qalacaq. Mən belə düşünürəm. Təşəkkür edirəm informasiyaları bizimlə paylaşdığınız üçün. Bəli, turizm sektorunda hökm sürən gərginlik elə ekspertimin də vurğuladığı kimi il sonuna qədər davam edə bilər və bilet almaqda əgər çətinlik çəkirsinizsə, bu zaman elə vurğulandığı kimi daha çox işğaldan azad olunan ərazilərimiz də var, bilirik ki, həmin ərazilərdə də hava limanları inşa olunur və turizm potensialı həmin istiqamətlərə daha güclü şəkildə inkişaf edir. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Sözü yenidə sizə ötürürük. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizə çatdırdığına görə.